Salam hörmətli izləyicilər, bu gün mən sizə 11-ci siniflər üçün nəzərdə tutulmuş 20 sınaq toplusunun 5-ci sınaq imtahanının qrammatika suallarının izahını verirəm. Birinci sualdan başlayaq. İlə qoşmasının sinonimi işlənmiş cümləni müəyyən edin. Ümumiyyətlə yadımızda qalsın ki, ilə qoşma da ola bilər, bağlayıcı da ola bilər və biz burada müəyyən etməliyik. Biz sudan doyunca içdik. Burada ümumiyyətlə unca feili bağlamadır. Təhlükələrdən zərrəcə qorxum yoxdur. Burada caca qoşmadır, lakin qədərlə əvəz eləyə bilərik, ilə ilə yox. Ona görə də bu sinonim, ilə qoşmasının sinonimi deyildir. Əvəzləyin mənaca növlərini öyrəndik. Düzdür, buradakı caca qoşmadır, lakin mənasına görə deyə bilirik. Səbəb məqsəd qoşmasının sinonim kimi işlənə bilər. Və yol boyunca ağaclar əkilmişdi. Buradakı caca yol boyu ilə. Bəli, burada qoşmadır. Yəni qoşmadır və ilənin sinonimidir. Elə ona görə də D variantı. Duzla çörək qonaq qarşılamada istifadə olunur. Duz və çörək burada isə bağlayıcıdır. Məndən isə ilə qoşmasının sinonimini istəyir. Yadımızda qalsın ki, sinonimlər mütləq eyni hissəsi olmalıdır. Sadəcə burada ilənin amonimi işlənibdir. Yəni E variantında. Keçək ikinci suala. Ədat işlənmiş nümunələri müəyyən edin. Bu ki adi səs deyil, bu xanın səsidir. Buradakı ki ədatdır. Niyə? Çünki iki cümləni bağlamağa xidmət etməyib. Sadəcə cümlənin təsir gücünü artırır və qüvvətlendirici ədatdır və birini götürəcəyik. Nuru dayı gəyən düzü, biz isə kənd yolu ilə gedirik. Burada köməkçi nitqsələrindən bağlayıcı və qoşma işlənib. Məndən isə ədat istəyir. Şəhər də, kənd də yeni rəng alır. Dadə deyə bir ədat var, lakin burada ədat deyil, bağlayıcıdır. Çünki burada sadalama var. Əgər dadəni sadalama formasında qeyd edə biliriksə, şəhər də, kənd, yəni artıq bu bağlayıcı olacaq. Bu indi bizi maraqlandırmırdı. Məsələn, burada fikrin təsir gücünü artırıbdır və qüvvətləndirici ədatı cavab olacaq 1 ilə 4. 5-də isə gəldim ki, nə etdiyinizi görüb ki, burada bağlayıcıdır. Çünki iki cümləni birləşdiribdir. Bizdən isə bağlayıcı yox, ədat istəyir. Növbətisinə keçək. Ardıcılığa görə Çinin vəzifəsini müəyyən edin. Dağlar ki, bizimdir. Uşaqlar burada qüvvətləndirici ədatdır. Çünki fikir verin, nə sual məzmunu var burada, nə iki cümləni birləşdirsəydi deyərdim bağlayıcıdır. Ona görə də, yəni burada bunların heç birisini etmədiyinə görə sadəcə qüvvətləndirib. Ona görə də birinci gələn qüvvətləndirici ədatdır. Siz hələ qalibiyyətin xoş hissini duymuşsunuz ki, sual məzmunu, onsuz da cümlənin sonunda sual işarəsindən bilir ki, sual intonasiyası, sual ədatıdır. Ki gələcək ikinci. Sonra de ki, bilirəm. Burada D bir cümlədir, bilirəm bir cümlədir, iki cümləni birləşdirib. Burada isə bağlayıcıdır. Tabiiyli mürəkkəb cümlədə işlənmiş bağlayıcıdır. Və nümunədə işlənmiş əsas nitq hissəsininə aid olmayan sözlərin ardıcılığını müəyyən edin. Nümunədə bizdən istəyir ki, əsas nitq hissəsi olmasın, yəni köməkçi nitq hissəsi olsun. Yəni köməkçi nitq hissələrinin ardıcılığını istəyir. Keçək. Ay, nida, birinci gələcək 5. İndiyəcən, indiyədək, qoşma. Biz iddia edirik ki, bağlayıcı 2-dir. Qəsəbəmiz çayın lap təhlükəli, lap isə burada qüvvətləndirici ədatdır. 5, 1, 2, 3. Sonra keçək növbəti suala. Güman bildirən modal söz və bağlayıcı işlənmiş cümlələri müəyyən edib. Deməli, mən elə bir cümlə seçməliyəm ki, orada güman bildirən modal söz olsun və bağlayıcı işlənsin. Yəqin ki, güman bildirəndir. Müəllimi inandırmaq çətin olacaq, amma isə bağlayıcıdır. Məndən isə həm bağlayıcı istəyir, burada amma bağlayıcıdır. Həmçinin güman bildirən modal söz istəyir, biri götürəcəyik ona görə də. Doğrudan da indi lap əsəbi olmuşuq. Doğrudan təsdiq bildirən modal sözdür. Bizdən isə güman şübhə istəyir, ona görə də bu nömrəni götürmürük. Bilirsənmi, bəlkə də biz də fikrimizi çatdıraq. Burada mi ədat, bəlkə güman şübhə bildirən modal söz, dadə isə bağlayıcıdır. İştirak bağlayıcısı. Məndən həm bağlayıcı istəyir, həm də güman şübhə. Ona görə də üçünü götürəcəyik. Doğrusu biz bu yerləri yaxşı tanımırdıq. Doğrusu təsdiq bildirəndir, amma məndən təsdiq bildirən istəmir. Məndən güman şübhə bildirən modal söz istəyir. Cədvələ uyğun olmayan bəndi müəyyən edin. Uyğun olmayan deyirsəm, biz doğru fikir veribsə qarşısına yanlış yazılmalıdır, ya da yanlış fikir veribsə doğru fikir qarşısına doğru yazılmalıdır. Elə bil sanki modal sözləri vergüllə işlənmir, düzdür. Yeganə modal sözlərdir ki, elə bil sanki bir də biri də var, güya bənzətmə modal sözlərdir ki, bunlar vergüllə işlənmir digər modal sözlərdən fərqli olaraq. Desə də inanmırıq. Sa plus da harda görsəz uşaqlar tabili mürəkkəb cümləsini bağlayan vasitə kimi sa plus da. Harda görsəz orada tabilinki ədatdır, istisnasız. Ona görə də ədat işlənib doğrudur, doğrunun qarşısına doğru veriblər. Sən çıxdın qarşıma duzla çörəklə. Burada uşaqlar ən çox bu testdə yanlışlığa yol verirlər. Baxmayaraq burada düşünürlər ki, sadalama varsa bağlayıcıdır. Yanlış fikirdir bu. Çünki sən çıxın qarşıma əgər la bağlayıcıdırsa vəni rahatlıqla yerinə qoya bilərəm. Vəni qoysam hər iki la, çünki buradakı hər iki dənə la var. Onda cümlə alınmır. Sən çıxın qarşıma duzla və çörək və görsüz olmur. Çünki bu qoşmadır və həmçinin bağlayıcıdan sonra vergül ilə bağlayıcıdan sonra vergül qoyulmur. Və bu qoşmadır və qarşısına da doğru yazıblar, düzdür, amma məndən uyğun olmayan fikir istəyir. Çünki olduğum dəyirmançı çağır gəlsin dən Koroğlu. Cümləsində bağlayıcıdan sonra vergül olmamalıdır. Bəli, bu doğru fikirdir, amma qarşısına yanlış yazıblar. Niyə? Çünki-dən əvvəl vergül qoyulur. Əgər o da cümlənin ortasına gəlirsə, amma belə cümlənin əvvəlində gəlirsə, ümumiyyətlə nə əvvəlində nə sonunda vergül qoyulmur. Çünki cümlədə işlənəndə amma, ancaq, lakin o cümlədən belə bağlayıcılardan öncə vergül qoyulur. Sonra deyil. Doğru fikirdir. Qarşısına yanlış yazıblar. Məndən də uyğun olmayan fikir istəyir, ona görə də götürə bilərik. Məndə bircə manat pul qalıb cümləsində qoşma işlənibdir. Uşaqlar burada caca ədatı işlənib. 1 plus say plus ədatdır. Qoşma işlənib fikri yanlışdır. Yanlışın qarşısına da yanlış yazıldığına görə D variantı götürülməyəcək. 7-ci suala baxaq. Uyğunluğu müəyyən edin. Afər də yeni xəbəri maraqla gözləyirdi. Bizdən nə istəyir? Deməli, birinci və ikinci cümlədə işlənən köməkçi nitq hissələri tapmalıyıq. Afər də, dadə. Dadə burada bağlayıcıdır. Niyə? Çünki sadalamanı artıra bilirsən. Afər də, filankəs də, nə bilim, əli də, vəli də. Görürsüz, artıra bilirik sadalamanı. Deməli, buradakı dadə bağlayıcıdır.
Əgər ədəd olsaydı artırma olmur. Sadəcə məsəl üçün oxumur da, yazmır da. Burada isə belə olsaydı ədəd olardı. Bəzən feilin yanında gələndə çox zaman düşünürlər ki, bu sadalamanı artırma olur. Orada sadalama olmur. Orada əsəblə, emosiya ilə deyilmiş bir sözdür və fikrin təsir gücünü artırır. Ki sonra baxaq, birazdan gəlir də, gözlə. Bəli, bax bu ədaddır. Ədad el eyni gördüm, götürdüm. Bir də burada ədadın qaydasını veriblər. Fikrin təsirli ifadə olmasına kömək edir. Ümumiyyətlə cümlədə emosiyanı artıran, fikrin təsir gücünü artıran ədaddır. Bəzən ədad sözünü verməz, yalnızca yazar ki, fikrin təsirli ifadə olmasına kömək edir, fikrin təsir gücünü artırır. Bu şəkildə versə bilin ki, söhbət ədaddan gedir. Növbəti suala baxaq. Altından xətt çəkilmiş sözlər əsasında Eyler-Venn diaqramına uyğun olmayan fikirləri müəyyən edin. Qoysan uşaq işini görsün. Burada uşaqlar bu bütövlükdə ədaddır. Bunu unutmayaq. Deyirsiniz ki, niyə götürürük ki ədad? Çünki uşaqlar. Çünki qoysana sözü ədadda ola bilər, bütövlükdə ədad da götürülə bilər. Yerinə görə mən sizə onu tapmaqda kömək edəcəm. Və qoysana sözü feil plus sana ədadda da ola bilər. Bunu da cümlədə necə tapırıq? Məsələn, qoysananı birinci cümlədən çıxarsaq, məsələn, qoysana uşaq işini görsün. Qoysanı çıxarsam cümlə yenə alınar. Yenə də ifadə etmək istədiyim fikri yenə də ifadə etmiş oluram və sadəcə təsir gücü azalar. Uşaq işini görsün. Görsünüz? Rahatlıqla çıxarda bildim. Sadəcə emosiya azaldı. Ona görə də bu deməli qoysana sözü bütövlükdə ədaddır. Digərinə baxaq. Bu arada bizdən uyğun olmayan istəyir, ona da baxmalıyıq. Sabir kitabı yerinə qoysana, burada qoysananı bütövlüklə çıxarsam, sabir kitabı yerinə. Görürsüz? Qoysana sözünü çıxarsam cümlə alınmır. Niyə? Çünki burada qoy feildir, sana ədaddır. Feil plus ədad. Ona görə də qoysana birinci cümlədə bütövlükdə ədaddır, ikinci cümlədə isə feil plus ədaddır. Bir əsas, bir köməkçinin iki hissəsindən ibarətdir. Məndən də uyğun olmayan istəyir. Yəni uyğun olmayan o deməkdir ki, yanlış fikirdir. Biri götürəcəyik, çünki bir əsas və bir köməkçinin iki hissəsindən ibarət olan budur. Bu deyil. Ona görə də biri götürəcəyik. Hərəkət bildirmir, bəli, ədad hərəkət bildirmir. Ədadın altından qeyd ediblər və düz qeyd ediblər. Suala cavab vermir, bu yanlış fikirdir. 1, hələ ki 3. Niyə yanlış fikirdir izah edeyim? Çünki ədad suala cavab vermir. Digəri isə qoy plus sana. Feil plus ədad niyə et sənə? Yəni suala cavab verir, çünki orada qoy feildir və feilin də sualı var. Təsriflənən feil ədadla işlənibdir. Bəli, təsriflənən feildir. 4 doğru fikirdir. Çünki əmr şəklində olan bir feil təsriflənən feil hesab edilir. Çünki şəxsə və cəmiyyətə görə dəyişə bilir. Qoy əmr şəklində olan feildir. Sana isə ədaddır. Şəxs sonluğu işlənmişdir. Sana şəxs sonluğu deyil. Sana ədaddır. Sonra keçək növbəti cümlələrin birində ca nitq hissəsi baxımından fərqlidir. Gəlin bir yerdə baxaq. Sayın quruluqca 3 növ var. Canı yerinə ilə, qədər, görə qoya bilirsinizsə, qoşmadı. Can əgər dil bildirən söz yaradıbsa, rusca, ingiliscə, Azərbaycanca, burada ca zərf düzəldən şəkilçidir. Əgər ca əlamət bildirən sözlərə və yaxud da saya artırılıbsa, burada isə ədaddır. Bunu unutmayın. Sayın quruluqca 3 növ var. Quruluşuna görə burada qoşmadır. Hələ ki, yəni biz qarşıdan yazaq, sonra fərqli olanı seçərik. Feilin mənaca növlərini öyrənmişik, mənasına görə qoyduğumuza görə bu qoşmadır. O boyca məndən uzundur, boyuna görə yenə qoşmadır. Bunu o məncə bilmir, mən qədər bilmir. Niyə orada məncə sözünə modal söz götürmədim? Çünki orada məncə sözü modal söz olsaydı, hər iki tərəfindən vergül qoyulardı. Hər iki tərəfindən vergül qoyulmadığına görə biz onu bildik ki, mən əvəzlikdir, cacə isə qoşmadı. Çünki qədərlə əvəz edə bilirik. Sonra burada bir yanlışlığa yol veriblər ki, oradan sonra vergül qoyublar. Çünki qoymamalıydılar. Çünki əvəzlikdən sonra əvəzlik gələndə vergül qoyulmur. Rəhim indicə həyata daxil oldu. Burada indi görürsünüz, burada zaman bildirən. Adətən məsəl üçün yavaşca, astaca, indicə, sakitcə, nə bilim quruca fikir verirsiniz. Yəni isimlərə ya da isim mənasını ifadə, yəni isimləşən və yaxud da ismin yerində işlənə bilən sözlərə qoşulmur. Məsələn, indi zaman zərfidir. Zaman zərfinə qoşulursa, əlamət bildirən sözlərə qoşulursa, artıq onu bilməliyik ki, cacə ədaddır. Hamısı əgər burada diqqət yetirsəz, görərsiniz ki, buradakı caların hamısı qoşmadır, bir dənə bu ədaddır, məndən də fərqli olanı istəyir, ona görə də götürə bilərik. Nidanın isimlə omonim olduğu nümunəni müəyyən edin. Ey bizə yaxşı bax. Burada ey çağırış nidasıdır, amma ey isim kimi işlədə bilmirəm. Ax o günü görsəydim, amma axı feillə omonim eləyə bilərəm. Məsəl üçün sular axsın, axmaq feilindən yəni. Vay müdir bilsə işimiz çətin olacaq. Burada qorxu narahatlıq bildirən nidadır. Amma mən vay səsləri gəlirdi desəm, nə səsləri gəlirdi? Nə gəlirdi vay səsləri? Yəni orada isə isimdir. C-ni götürəcəyik. Ağın dağlara el oğlu. Burada çox uşaqlar adətən D variantını götürür. Düşünür ki, mənim ah deyə həm nida var, həm də isim var, amma D-ni niyə götürmürsünüz? Çünki ahın ah sözü, bəli, burada biz nida tapmalıyıq. Nidanın omonimi isim olmalıdır. Lakin burada tamamilə fərqlidir. Burada özü isimdir. Ahın dağlara. Sənin ahın. Nə dağlara? Ahın. Görürsünüz, isimdir. Mənsubiyyətlə işlənibdir və omonimi nidadır. Lakin bizdən nida istəyir və onun omonimi isim olsun. Ona görə D-ni götürmürük. Uyma hər deyilən sözə, fikrə burada ümumiyyətlə nida yoxdur ki, onun omonimi də olsun. Bu növbəti izaha qədər.